Milyardlarla, bəlkə də trilyonlarla sərvəti oradan oğurlayıblar, çapıblar, dalayıblar. Elə bu son günlər o dini liderinin oğlunun 1,5 milyard pul ölkədən çıxartılmasına dair məlumatlar oldu. Və belə deyək də, bu Xamneyi həm dini liderdir, həm də dövlətin başçısıdır. Yəni dövlət başçısı kimi onu qoyuran bir qırağa. Amma ən azı bir dini təmsil edən bir insan kimi orada hər bir insanın həyatı üçün məsuliyyət daşıdığını anlamalıydı. Amma biz gördük ki, bu proseslərdə ən sərt mövqeyi o sərgilədi. Əksinə, sanki o dedi ki, qırın, öldürün, nə lazımdırsa edin, əsas olur ki, imkan verməyək ki, hakimiyyətimiz dəyişsin. Hakimiyyətimizə bir xələl gəlsin. Deməli, bu din də, İslam da orada sadəcə olaraq bir görüntüdür. Hakimiyyəti əldə saxlamaq üçün bir vasitədir. Əslində, bu insanların dini imanı olsaydı, o qətliamları törətməzdilər. Yəni, zaten prezident il yarımda deyir də, deyir ki, bu ölkədə acılıq var, səfalət var, deyir ki, bu ölkədə ciddi problemlər var, ciddi islahatlar aparılmalıdır. Eşitdilərmi onu? Dedi, insanları sıxmayın, qadınları o qədər məcbur etməyin. Yəni, hər bir bəndənin Allah qarşısında öz məsuliyyəti var. O rejimə kimi səlahiyyəti veribdir ki, onlar desinlər ki, sən belə davran, sən belə geyin, sən belə yaşa və s. Allahla bəndənin arasına girməyə heç kim ixtiyar verir. Amma bunlar onu etdilər. Və bu prezident də hər fürsətdə çalışdı ki, bu anlatmağa çalışsın bu rejimə. Amma onun özünü təhdid elədilər, onun özünü istifa ilə hədələdilər, onun özünü impeachmentlə qorxutdular.